Hörmətli xanımlar və bəylər, bugün 18 oktyabr Azərbaycanın şərəfli tarixinin ən şərəfli günlərindən biridir. Azərbaycanımızın müstəqilliyin bərpa edildiyi bir gündür. Bu önəmli bayram münasibətindən hamınızı təbrik edirəm, uğurlar arzulayıram sizə. 1918-ci ildə Böyük Məhəmməd Əmin Rəsulzadənin liderliyində, onun silahdaşlarıyla bir yerdə Azərbaycan istiqlalını qazandı, Cumhuriyyətini, Şərqdə ilk Cumhuriyyəti qurdu. 1920-ci ildə Rusiya Azərbaycanı yenidən işğal edəndən sonra Rəsulzadə dedi ki, zaman gələcək, bizim yüksəltdiyimiz bayraq bir daha yüksələcək. Gənclər bunu həyata keçirəcəklər. Zamanı gəldi. Azərbaycan xalqı 20-ci əsrin ikinci yarısında azadlıq mübarizəsini, istiqlal mübarizəsinin yeni mərhələsinə daxil oldu və Əbülfəz Elçibəyin liderliyində müstəqilliyimiz bərpa olundu, Cumhuriyyətimiz yenidən formalaşmağa başladı. Bu hadisələr Azərbaycan xalqının azadlıq dəyərlərinə, istiqlal dəyərlərinə münasibətini göstərir. Azərbaycan xalqı çoxminillik tarixi boyu dəfələrlə müxtəlif dövlətlər qurub, imperiyalar qurub və son dövrdə isə Şərqdə ilk cumhuriyyətləri qurubdu və hər ilk imkanda Azərbaycan xalqı bunu edibdir. Digər imperiyalar bizə qarşı, bizim xalqımıza, etnosumuza qarşı mübarizə aparan böyük imperiyalarda Azərbaycana çox zərbələr vurub. Ancaq Azərbaycan xalqı heç zaman azadlıq uğrunda, istiqlal uğrunda mübarizəsindən geri çəkilməyib. Gənc əskərlərimizə də eşq olsun, mahnı oxuya gedirlər. Və bu hadisələr özü Azərbaycan xalqının bu dəyərlərə, bu böyük liderlərə münasibətini göstərir. Azadlıq öz-özlüyündə dünyada ən önəmli dəyərdir, ən vacib dəyərdir. Təsadüfi deyil ki, müsavatın əsas şüarı insanlara hürriyyət, millətlərə istiqlaldır. Yəni, müsavatçılıq həm insanlara azadlıq tələb edir, həm də millətlərə azadlıq tələb edir. Azad olmayan insan xoşbəxt ola bilməz. Azad olmayan millət öz xoşbəxtliyini təmin edə bilməz. Ona görə də biz hesab edirik ki, Azərbaycan xalqı azadlığa, istiqlala qadir xalqdır, layiq xalqdır və biz istiqlalımızla, müstəqilliyimizlə fəxr edirik. Fəxr edirik ki, dünyada 5000-dən çox xalq olduğu halda yalnız 200-ə yaxın xalq dövlətini qura bilibdir və bu 200 xalqın içində Azərbaycan xalqı öz inadına görə, israrına görə, məsələyə prinsipial yanaşmasına görə də hər zaman fərqlənibdir. Yəni, bunu biz dəfələrlə demişik ki, 1991-ci ilin 18 oktyabrında müstəqilliyin bərpa edilməsi Azərbaycan xalqının iradəsi nəticəsində olubdur. Elçibəyin liderliyində qurduğumuz Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə qurulubdur. Möhtəşəm Azərbaycan Xalq Hərəkatı nəticəsində bu istiqlal bərpa olunubdur. SSR-də hər zaman bunu qeyd eləmişik ki, 6 xalq istiqlal uğrunda mübarizənin önündə gedir. 3 Balçıq xalqları, Ukrayna xalqı, Gürcü xalqı və Azərbaycan xalqı. Hətta bu xalqların içində də Azərbaycan xalqı fərqlənibdir. İlin xalqı adlandırdığı mərhələdə olubdur. 1990-cı ilin yanvar cinayətində Rusiyanın, Moskvanın Azərbaycana vurduğu zərbə SSR-nin dağılmasını təmin edibdir. Məhz həmin hadisədən sonra SSR-nin dağılacağı qaçılmaz hala gəlibdir və SSR-ni saxlamaq qeyri-mümkün hala gəlibdir. Bütün bunlar Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının mövqeyidir. Ona görə də bizim haqqımız var xalqımızla fəxr etməyə, tariximizlə fəxr etməyə. Özümüzün Elçibəyin liderliyində apardığımız mübarizə ilə fəxr etməyə haqqımız var. Amma
azadlıq, istiqlal təkcə qürur duymaq üçün deyil, fəxr etmək üçün deyil. Azadlıq həm də insanın və millətin xoşbaxt olması üçün lazımdır. Təsadüfi deyil ki, Böyük Məhəmməd Əmin Rəssadə müsavatçılığın tərifini verəndə iki məqama xüsusi diqqət yetirir. Müsavatçılığa iddiası olan qüvvə Azərbaycanın dövlət müstəqilliyini yaşatmalıdır. Müsavatçılığa iddiası olan qüvvə Azərbaycan vətəndaşını xoşbəxt etməlidir. Yəni bu müstəqillik ancaq qürur üçün, fəxr üçün, iftixar üçün deyil, həm də xalqımızın xoşbəxtliyi üçündür, insanımızın xoşbəxtliyi üçündür. Amma təəssüf ki, 1993-cü ildən bu tərəfə Rusiyanın və bəzi başqa qüvvələrin dəstəyi ilə Azərbaycana yenidən elə bir hakimiyyət formalaşdı ki, bu hakimiyyət Azərbaycanın müstəqilliyini xalq üçün yox, özü üçün istifadə eləməyə başladı. Ötən uzun müddət ərzində xalqın xoşbəxt olması üçün, xalqın azad yaşaması üçün imkanlar əldən buraxıldı. Bir illik Elçibəy hakimiyyətindən başqa bütün qalan müddətdə Azərbaycan xalqına faktiki olaraq zülm edildi. Bu dövrdə yaxşı hadisələr olmayıb, olub. Ən önəmlisi də torpaqlarımızın işğaldan azad edilməsidir. 2020-ci ildə 44 günlük savaşda və 2023-cü ildə bir günlük antiterror əməliyyat zamanı bütün işğal edilmiş torpaqlarımız azad edildi. Bu böyük hadisədir, böyük qələbədir və biz bunu hər zaman xüsusi olaraq qeyd edirik. Amma bu hakimiyyət istiqlalı, azadlığı öz şəxsi istifadəsi ilə yönətdiyi kimi torpaqlarımızın işğaldan azad olunmasını da özünün maraqlarına yönəldi. Torpaqların işğaldan azad edilməsinin üzərindən neçə il keçir? 20-ci ili nəzərə alsaq 5 il, 23-ü nəzərə alsaq 2 il. Bugünə qədər də insanlarımız rahat şəkildə öz doğma yurtlarına qayıdıb orada rahat şəkildə yaşaya bilmirlər. Yaşamaq bir tərəfə qalsın. İnsanlar bütün işğal dövrünü həsrətlə yaşayırdılar ki, biz dədə-baba yurdumuzda dəfn oluna biləcəyikmi? Bugünə qədər orada bir nəfər, orada yerli şəxsin dünyasını dəyişənlər var. Dəfni faktı da ortalıqda yoxdur. Yenə də hakimiyyət bu faktdan öz maraqları üçün istifadə edir. Bizim deyəsən gənc əskərlərimiz də bizim tədbirimizə qoşulduqlar. Yəqin bura gəlmək istəyirlər. Gəlsinlər. Maşallah. Hoş geldin. Əla oxudular, bizə də ləzzət elədi. Bizi sayın qabaq-sabah keçdik. Yox, yaxşı elədi. Yol bu uşaqlarındır, gələcək də bu uşaqlarındır, hər şey bu uşaqlar üçün. Onların hər şeyə haqqı çatır. Keçin bir. Gəlin, gəlin. Gəlin. Burada da dayanın, burada. Gəl, gəl. Ürəyini var. Hansı bənd xoşunuza gəlir, o bəndi bərkdən oxuyur bizə. Hamısınız. Hamısını da oxuya bilərsiniz. Emni. Azerbaycan eskeri, dönmez geri, hey dönmez geri. Azerbaycan eskeri. Yaşlılarımızlar olsun, biz öğrenenler olsun, ancak bize sağ olsun. Ne güzeldi ölmek bize, sevinli vatanımızın. Yanar güneşine, vay vay için.
beslerim. Eşk olsun. Teşekkür sizlere. Hanım da çok teşekkür için böyle uşaqlar yetiştirirsiniz. Var olun. Çok sağ olun. Var olun, müəllimələr, var olun. Sağ olun. İleri. Eşk olsun size. Var olun. Doğrudan da güzel tesadüftür. Bu müəllimələr var olsunlar ki, belə uşaqlar yetişdirirlər. Uşaqlara bu cür vətənpərvər ruhda dərs keçirirlər, təlim keçirirlər. Gəlir. Uşaqlar da sağ olsun ki, gəldilər bizlə bərabər bu bayram günündə iştirak elədilər. Böyük liderimizin ziyarətində iştirak elədilər. Bizim mübarizəmiz Azərbaycan xalqı uğrundadır. Azərbaycan xalqı uğrundadırsa bu gənclər üçündür, uşaqlar üçündür. Biz uşaqlar üçün çalışırıq. Nə ediriksə, nə çalışırıqsa hamısı uşaqlarımızın, övladlarımızın, millətimizin xoşbaxt gələcəyi üçündür. Ona görə də biz hesab edirik ki, Azərbaycan xalqı azadlığa, istiqlala qadir və layiq olduğu kimi, Azərbaycan xalqı demokratiyada, azad, ləyaqətli, firavan həyata da qadirdir. Ona görə istəyirik ki, o istiqamətdə addımlar atılsın və o istiqamətdə addımların atılması, gerçəkləşməsi üçün biz mümkün nə varsa hər birini edəcəyik. Azərbaycanımız elə bir dövlətçə çevrilməlidir ki, Azərbaycanda yaşayan vətəndaşlarımızın xoşbaxt olması ilə yanaşı, Azərbaycan bütün dünya üçün bir nümunəyə çevrilsin. İranda yaşayanlar üçün nümunəyə çevrilsin. 10 milyonlarla soydaşımız üçün cəlbedici bir mayaka çevrilsin. Deyilməsin ki, İranda da siyasi məhbuslar var, Azərbaycanda da siyasi məhbuslar var. İranda yaşayan soydaşlarımız da hamı da görsün ki, Azərbaycanda azadlıq var, ədalət var, ləyaqətli həyat var, firavanlıq var. Şərqi, Xəzərdən şərq tərəfdəki dövlətlər də Azərbaycandan demokratiya nümunəsi götürsünlər, ləyaqət nümunəsi götürsünlər, azadlıq nümunəsi götürsünlər. Diktatura nümunəsi, korrupsiya nümunəsi, monopoliya nümunəsi yox. Bizim hədəfimiz budur. Biz inanırıq ki, Azərbaycan xalqının fədakarlığı nəticəsində, mübarizəsi nəticəsində Azərbaycanın aparıcı qüvvələrinin Rəsulzadə Elçibəy yoluna əsaslanaraq atacağı addımlar nəticəsində Azərbaycanımız azad, ləyaqətli, firavan, bütöv Azərbaycan olacaq və bu yolda sizlərə uğurlar, qələbələr arzulayıram. Tanrı Azərbaycanımızı qorusun.